Qədim Roma dövlətinin Respublika dövründən fərqli olaraq imperiya dövrünə aid olanlarını müəyyənləşdirək. Deməli, bundan ötürü birinci dövr olaraq bölək. Eradan əvvəl 509-cu ildən 27-ci ilə kimi olan dövrü. Bu dövr olacaq, deməli, Respublika dövrü. Eradan əvvəl 27-ci ildən bizim eranın 395-ci ilinə kimi olan dövr isə olacaq imperiya dövrü. Parfiya dövləti üzərində qələbələr qazanmışdı. Eradan əvvəl 38-ci ildə Antoni Parfiya yürüşü uğurludur və Roma uğur qazanıbdı. Və bu dövr düşəcək, deməli, Roma dövlətində Respublika dövrünə, ona görə götürmürük. Xristianlara açıq ibadət icazə veribdi. İmperator Konstantin tərəfindən 313-cü ildə icazə veribdi. 2 doğrudur. Kiçik Asiyada bir sıra əraziləri ələ keçiriblər. Bəli, deməli, 2-ci yüzillikdə eradan əvvəl Karfagen müharibəsini qurtardıqdan sonra Kiçik Asiyada bir sıra ərazilər ələ keçiriblər və burada Suriyanı məğlub etdikdən sonra 3 doğru cavab deyil, düşəcək bu yenə Respublika dövrünə. Çıxdıq. Qulların öldürülməsi qadağan edilmişdi. Bizim eranın 2-ci əsrində İmperator Adrian tərəfindən qadağan edilib. Cavabımız 2, 4, C variantı düzgündür.